Lerikdə məktəb gözətçisinə hücum olunaraq ona xəsarət yetirilib. Hadisə rayonun Balaş Dövlətov adına Vılık kənd Natamam orta məktəbinin həyətində baş verib. Vılık kənd sakini 56 yaşlı Bəşir İbadov məktəbdə gözətçi vəzifəsində iş başında olarkən yeznəsi 37 yaşlı Yusif Dövlətov ona hücum edib. Yeznə qayın arasında yaranan mübahisə zamanı yeznə Yusif Dövlətov qayını Bəşir İbadova kənd təsərrüfatı aləti olan bellə xəsarət yetirib. Yaxınlarının deməsinə görə yeznə qayın arasında mübahisə iş saatı üstündə yaranıb. Hamısı bu xəstə Bəşirin qardaşlarıdır. Axşam iş yerində olub qardaşım. Məktəbdə gözətçi işləyir. Orada işləyib, saat 12-yə 10 dəqiqə qalmış, kətçi gedib onu lapatka ilə vurub. Bizə xəbər çatdı, biz onu gətirib indi reanimasiya dedi, vəziyyət də pisdir. Heç bilmək olmur, nədəndir bu, niyə vurub, gizlicə vurub, zaten heç bilmək olmur. Lapatka ilə insanı döyərlər. Ümumiyyətlə bunların yaxın qohumdular deyəsən. Yeznə qayın. Bəli, yeznə qayın. Bu yeznə qayını vurub da. Bəli, yeznə qayını vurub, bəli. Var ümumiyyətlə arasında nəsə bundan Arasında heç nə, ya 2 il buna qabaq iş vermişdik, bölmüşdük yerə. O arıza verdi, köçdü Bakıya. Bu il gəldi, yenə deyib ki, mənə yer ver, qardaşım razı olub. Deyir, 50-50 verərik. Gedib toya, odan gəlib axşam saat 12-də vurub lapatka ilə, bu qədər. Gözətçi vəzifəsini 2 hissəyə bölmüşdü. Bəli, 2 hissəyə bölmüşdük. Arıza verdi, getdi Bakıya. Sonra, yəni bir ildə sonra qayıtdı. Dedi, bəs yenə də ver. Qardaşım razı oldu. Bir gündüz gözətçi də razı oldu. Gecə razı. O gedib toydan gəlib axşam vurub bunu. Mən də uzaqdayım, uzaqdayım. Mən çatdım, onu çatdırdı həkimə, hala komadadır. Onu kim aşağılayıb o vəziyyət, ağır vəziyyət? Özü zəng eləyib direktora, şidimə görə. Zəng eləyib ki, bəs səni xadiməni öldürmüşəm, gedib meydiyə aparız. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Bəşir İbadov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. O, vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. 28 oktyabr 2025-ci il tarixində saat 02:10 radələrində Lerik rayonunun Vılık kəndində baş vermiş hadisə nəticəsində rayon sakini 1969-cu il təvəllüdlü kişi cinsli şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş kəllə beyin travması, sağ qulağın açıq yarası diaqnozu təyin olunub. Vətəndaşın müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir. Qeyd edək ki, artıq əməli törətməkdə şübhəli bilinən 37 yaşlı Yusif Dövlətov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.